Ömrü yar eylədim, qəlb evinə çatınca. Canımda can teylədim, ürəyimi tapınca. Ürək səltənətində möhtəşəm bir dağ oldum. Beynimin öz yağıyla nurlu bir çıraq oldum. Bu şəkli tanıyırsınız, elə deyilmi? Əsrləri aşan söz ustadı Nizami Gəncəvi. Bir anlıq düşünün. Bu şəklin əslində Nizami Gəncəviyə aid olmadığını desəm, nə düşünərdiniz? 12-ci əsrdə yaşamış bir insanın şəkli necə çəkilə bilərdi ki? Fotoaparat yox, rəssamlıqda portret realizmi yox. O zaman bu sima hardan və necə yaranıb? Bu, sadəcə bir şəkil deyil. Bu, bir xalqın dahisini təsvir etmək cəhdi, bir ideyanın bədənə çevrilməsi, bir təsəvvürün gerçəyə çevrilməsidir. Bu portretin arxasında gizlənən möhtəşəm bir hekayə var. Bugün hər yerdə gördüyümüz Nizami Gəncəvi portreti əslində kimdir? Və bu portret necə yaranıb? Qarışma şeyx! Onsuz da sağ qalmayacaq bu murdarlar! Tarixçi Araz Vəliyevin bu şəkillə bağlı modern aza verdiyi maraqlı faktı təqdim edirəm. Onun sözlərinə görə, 1939-cu ildə Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən dahi şair Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərarı alınır. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkil olmur. Buna görə də müsabiqə elan olunur. Ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur. Müxtəlif variantlarda Nizami Gəncəvinin portretini çəkirlər. Nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Əraslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdə, dahi bəstəkar Üzeyir Hacıbəylinin ağlına bir ideya gəlir və təklif irəli sürür. Üzeyir Hacıbəyli, siz dediyiniz parametrlərdə Ağcabəddən bir axund tanıyıram, deyir və həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq müsabiqənin qalibi olur. Beləcə, Nizami Gəncəvinin bugün istifadə olunan şəkli yaranır. Əsər hazırda Bakı şəhərində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir.